Hər kəsə Qırğızstanın ikinci ən böyük şəhəri olan Oşdan salamlar. Leylin də sizi salamlayır. Oş Qırğızstanın ikinci ən böyük şəhəridir. Qırğızstanın cənubunda yerləşir. Azərbaycan üçün belə deyək də, Gəncə nə deməkdirsə, Qırğızstan üçüncə Oş o deməkdir. Şəhərdə ən xoşuma gedən şey o oldu ki, burada türk firmaları, türk iş adamları çoxdur. Hostelə gəldim, rus dilində danışmaq istəyirdim. Pasportumu gördülər, Azərbaycan pasportudur. Başladılar türk dilində danışmağa. Ondan sonra içəridə qırğız tələbələr vardı, onlar da hamısı türk dilində danışır. Yəni türk dili burada çox məşhurdur. Bu da insanın xoşuna gedir, insanın öz dilində danışmağı. Oş belə bir şəhərdir. Düzdür, Gəncə səviyyəsində inkişaf edəməyib. Ümumiyyətlə Qırğızstan özü inkişaf edəməyib. Amma normal şəhərdir.